Hə. Əməliyyat sistemləri haqqında ümumi məlumatdan danışırıq. Deməli, biz əməliyyat sistemləri haqqında qısa məlumatı software dərsində aldıq. Dedik ki, əməliyyat sistemləri sistem proqram təminatının baza qoluna daxil olan əsas proqramdır. Kompüteri əməliyyat sistemi nə edir, nə iş görür sualına bilmənalı şəkildə kompüterin işini idarə edir. Kompüterdə olan bütün prosesləri idarə edir cavabını verə bilərik. Yəni, əməliyyat sistemləri istifadəçi, aparat təminatı və proqram təminatı arasında üçlü qarşılıqlı əlaqə yaradan, interfeys yaradan bir proqramdır. İlk əməliyyat sistemlərinin istifadəsinə başlanılıb 3-cü nəsildən, amma fərdi kompüterlər üçün 4-cü nəsil 80-lərdən sonra istehsal olundu fərdi kompüterlər. İlk əməliyyat sistemi Microsoft firmasının istehsal olan MS-DOS əməliyyat sistemi idi və əməliyyat sistemi kompüter işə düşən zaman post proqramı bütün qurğuları yoxlayır. Əgər bütün proqramlar saz vəziyyətindədirsə, o zaman əməliyyat sistemi xarici yaddaşdan, SSD və ya hard diskdən yüklənir operativ yaddaşa və əməliyyat sisteminin yüklənməsini də təmin edən proqramlar, yəni BIOS proqramları sayəsində bu edir və avtoma yüklənmə rejimində olan proqramlarla birlikdə və bundan sonra kompüter işə düşür. Bir də kompüteri söndürüləndən sonra əməliyyat sistemi sonda nə edir? Operativ yaddaşdan qayıdır hara? Yenə öz yerinə xarici yaddaşa. Deməli, müəllimlər, Nazım, proqramı maşın dilinə çevirən translyatordur da. bəli, ilkin kodu işçi koda çevirən, maşın dilinə çevirən translyatordur. Onun da iki növü var. Hə, Interpretator, kompilyator. interpretator, kompilyator, hə. Interpretator dərhal çevirir, kompilyator isə sətir-sətir çevirir, Səhv hissə-hissə etdim, çevirir. hə. Sağ olun, çox sağ olun. Interpretatorun, bəli, sağ olun. Interpretatorun üzərində sonradan dəyişiklik aparmaq olmur, amma kompilyatorda olur. Deməli, əməliyyat sistemləri müəllimlər bir neçə xüsusiyyətləri var. Biz onlardan danışacağıq. Deməli, bir daha deyirəm. İlk əməliyyat sistemləri olub, söhbət fərdi kompüterlərdən gedir. İlk əməliyyat sistemləri olub, deməli, MS-DOS əməliyyat sistemləri. MS-DOS əməliyyat sistemləri çox zəif bir əməliyyat sistemləri idi. Çünki ümumiyyətlə, hər şeyin əvvəli biraz təbii ki də, yəni geçidə təkmilləşir. Hər şeyin əvvəli nöqsanlarla dolu olur. Və MS-DOS əməliyyat sistemində fayl adında maksimum 8 simvol yazmaq olardı. MS-DOS necə əməliyyat sistemi idi? MS-DOS bir məsələli və bir istifadəçili əməliyyat sistemi idi. Ümumiyyətlə, əməliyyat sistemləri iş məsələsi prinsipinə görə çox məsələli və bir məsələli olaraq iki qrupa bölünür. Bir məsələli odur ki, bir işi sona çatdırmamış, o birisi işə başlaya bilməzdi. Məsələn, tutaq ki, sizə WhatsApp-da, qrupda və yaxud da kimsə şəxsidə bir neçə dənə səs atıb, video atıb. Siz onların hamısını eyni anda yükləyirsiniz, endirirsiniz. Əgər fikir verirsinizsə, görürsünüz ki, onların hamısı eyni anda yüklənməyə başlandı. Çünki bu ondan əlaqədardır ki, müasir əməliyyat sistemləri çox məsələlidir. Amma bizim telefonlarımız, kompüterlərimiz bir məsələli olsaydı, biri bitməmiş, o birisini yükləmək olmazdı. Məsələn, tutaq ki, siz özünüz kiməsə WhatsApp-da video göndərirsiniz, eyni zamanda başqası da sizə video göndərir. Məsələn, A-ya video göndərirsiniz, B-dən özünüz video qəbul edirsiniz. Eyni anda müxtəlif işlər görürsünüz. Və ya da YouTube-da xoşladığınız filmləri kompüterinizə endirirsiniz. Eyni anda bir neçə videonu eyni anda endirə bilərsiniz. Və yaxud da videoya baxa-baxa endirə bilərsiniz. Bu nə ilə əlaqədardır? Bu çox məsələli əməliyyat sistemlərinin çox funksiyalı, çox məsələli olmasına əlaqədardır. Amma MS-DOS-un vaxtında belə bir şeylər yox idi. Birin bitirməmiş o birisinə keçmək olmazdı. Məsələn, gəlin belə izah edək də, indi müəllimik. Tutaq ki, sinifdə eyni anda iki fərqli şagird fərqli sual verdi. Məsələn, biz birinci şagirdin sualına cavab verəndən sonra ikinci şagirdin sualına cavab verə bilərik. Bax, əməliyyat sistemi bir məsələ də belə idi. Bir işi qurtarmamış, axıra çatdırmamış, o birisi işə keçməzdi. Yəni, amma normalda indiki əməliyyat sistemləri belədir ki, eyni anda nə qədər fərqli iş tapşırırsansa, hamısını eyni anda yerinə yetirir. Bu isə əməliyyat sistemlərinin çox məsələli olmasına görədir. Əgər sual düşsə ki, bir məsələli əməliyyat sistemini seçin, yalnız variantların içində MS-DOS cavabını axtarın.
MS-DOS-dan başqa heç bir əməliyyat sistemi bir məsələli deyil. Əgər soruşsalar ki, çox məsələli əməliyyat sistemlər sırasını seçin, MS-DOS olan variantı çıxın. Yenə deyirəm, MS-DOS-dan başqa bütün əməliyyat sistemləri hal-hazırda nədir? Çox məsələlidir. Çox məşğul. Yalnız MS-DOS bir məsələlidir. Bir də bir istifadəçili və çox istifadəçili funksiyası var. Yenə də MS-DOS bir istifadəçili idi. MS-DOS-dan başqa bütün əməliyyat sistemləri çox istifadəçilidir. Əgər sizdən bir istifadəçili əməliyyat sistemi tələb olunursa, o zaman variantlardan MS-DOS-u seçin. Bəs nə deməkdir bu bir istifadəçili? Bir istifadəçili o deməkdir ki, müəllimlər, e, eyni anda yalnız bir istifadəçiyə xidmət göstərə bilir. Amma çox istifadəçili əməliyyat sistemidir ki, eyni anda daha çox şəxsə xidmət göstərə bilər və siz kompüterinizdə eyni anda fərqli-fərqli proqramların pəncərəsini aça bilərsiniz. Yəni kiçik olaraq Windows əməliyyat sisteminin xüsusiyyətlərindən biri budur ki, biz nə edə bilirik? Biz eyni anda məsələn bir neçə proqramını pəncərəsini açırıq. Bax, tutaq ki, bu olsun Word-ı açdım, nə bilim burada gəldim Excel-i açdım. Yəni eyni anda daha çox bir neçə proqramın pəncərəsini biz aça bilirik. Niyə bunu edə bilirik? Çünki bu çox istifadəçili əməliyyat sistemidir. Baxın, Excel-i açdım, Word-ı açdım, başqa proqramı açdım. Yəni müxtəlif proqramları aça bilərəm. Bu da bizim çox istifadəçili əməliyyat sistemindən çox istifadəçili olmasından irəli gəlir. Bir istifadəçili yalnız MS-DOS-dur, çox istifadəçili MS-DOS-dan başqa hamısı. Bir məsələli yalnız MS-DOS-dur, çox məsələli isə MS-DOS-dan başqa hamısı. Sonra əməliyyat sistemləri deməli lokal və şəbəkə əməliyyat sistemləri olmaqla iki yerə bölünür. Biz bunlardan əslində proqram təminatında dedik ki, lokal əməliyyat sistemi bir kompüteri idarə etmək üçün nəzərdə tutulub. Şəbəkə əməliyyat sistemi isə şəbəkəyə qoşulan daha çox kompüteri eyni anda idarə etmək gücünə malikdir. Nəticə etibarilə iş prinsiplə eyni işi görürlər. Lokal əməliyyat sisteminin gördüyü işi şəbəkə əməliyyat sistemi də görür. Və ya əksinə, şəbəkənin gördüyünü lokal görür. Məsələ burasındadır ki, şəbəkə bir nəfərə lokal əməliyyat sistemi bir dənə əməliyyat sistemini idarə edə bilər. Bir kompüteri üzr istəyirəm. Şəbəkə əməliyyat sistemi isə kompüterə qoşulan, şəbəkəyə qoşulan daha çox kompüteri eyni anda idarə edə bilər. Və əməliyyat sistemlərin bir sıra xüsusiyyətləri var. Paket emalı. Paket emalı xüsusiyyəti odur ki, əməliyyat sistemi emal edilən əməliyyatları, axı biz Neyman prinsiplərini keçəndə dedik ki, verilənlərlə deməli əmrlər arasında aşkar fərq yoxdur. Bizim verdiyimiz bütün əmrlər, komandalar müxtəlif təbii ki, yaddaşda yer tutur və paket əməli xüsusiyyətində də deməli hal-hazırda 64 bitli əməliyyat sistemlərindən istifadə olunur, amma bundan əvvəl 32 bitli əməliyyat sistemləri var idi, 16 bitli əməliyyat sistemləri var idi. Məsələn, 64 bitli əməliyyat sistemi nə deməkdir? 64 bitli əməliyyat sistemi o deməkdir ki, və ya 32 bitli. Tutaq ki, 64 bitlidə verilən komandanın hər birini 64 bitli bit paketlərə bölünürlər. Məsələn, tutaq ki, mən kompüterə həcmi 256 kilobayt olan bir faylı açmaq komandası vermişəm və mənim kompüterimdə əməliyyat sistemi çox 64 bitlidir. Bu nə edir? 256 kilobaytı 256 kilobaytı 64 bitli hissələrə bölür. 64 bitli hissələrə bölür. Yəni bunu gəlin belə düşünək də. Tutaq ki, 1 kilo ətimiz var və biz bunu ət maşınında çəkmək istəyirik. Bizim ət maşınımız isə tutumu 200 qram tutur. Biz o zaman aldığımız o 1 kiloqram əti, yəni 1000 qram əti hər biri maksimum 200 qram olmaq hissələrə ayrılır. Və neçə hissədir? Bunu da buradan bölsək, kilobaytdan biz bitə çevirməyi bilirik. 213-ə vuracaq, böləcək 206-ya. 6 ilə bu gedər 7, düzdürmü? Bu da 215. Deməli, əgər bizim kompüterimiz 64 bitli əməliyyat sistemidirsə, 256 kilobayt informasiyanın hər birini 64 bit olmaqla hissələrə böləcək və bu hissələrin sayı 215 olacaq. Məsələn, 65 bit həcmində olan bir faylı açacaqsa, bunu da 2 dənə paketə böləcək. Paketin birində olacaq 64 bit, ağzına qədər də olacaq. Digər paketdə qalacaq 1 bit. Və onun 63 biti də orada boş olacaq.
Yəni bu formada hissələrə bölür. Paket emalı budur. Vaxt bölgülü. Vaxt bölgülü yenə də müasir kompüterlər vaxt bölgülü ilə işləmir. Vaxt bölgülü aid idi MS-DOS-a. Burada necə idi? Verilən komandanı birinci icra edib qurtarmamış o birisinə keçməzdi. Məsələn, tutaq ki, eyni anda biz iki film indiririk internetdən, YouTube-dan. Birinin həcmi 16 kilobaytdır, ya şəkil olsun, 16 megabayt olsun, 16 gigabayt olsun. Digərinin həcmi 20 gigabayt olsun. Məsələn, biz hansına birinci komanda verməyimizdən asılı olmayaraq, həcmi az olan daha tez yüklənər, düzdürmü? Sizə tutaq ki, WhatsApp-da iki fərqli səs atılır. Səsin biri 10 kilobaytdır, biri 30 kilobaytdır. Siz birinci 30 kilobaytlıq səsi indirirsiniz, sonra 10 kilobaytlığı. Baxmayaraq ki, 10 kilobaytlıq daha sonra siz ona endirmə komandası vermişsiniz. Amma həcmi az olduğuna görə daha tez yüklənir. Bu ondan irəli gəlir ki, müasir istər telefonlarda, kompüterlərdə, planşetlərdə və s. əməliyyat sistemləri real vaxtlı işləyir. Yəni nə qədər komanda verirsə, əməliyyat verirsən, eyni anda işləyir. Yəni çox məsələlidir. Amma keçmişdə belə idi. Tutaq ki, informasiyanın biri olsun 16 gigabayt, biri olsun 50 gigabayt. Birinci 50 gigabaytı yükləmə komandası verdik. O yüklənib qurtarmayınca 16 gigabayt yüklənmirdi. Gəlin bunu belə izah edək. Tutaq ki, məsələn, direktorun otağına girməliyik, işimiz var. Və gedirik direktorun qapısına ki, onun otaqda artıq başqa bir müəllim həmkarımız oradadır. Tutaq ki, mənim 5 dəqiqəlik işim var. Amma məndən qabaq otağa girən həmkarım isə yarım saatlıq işi var. Məsələn, tutaq ki, mən indiki dövrdə belədir ki, yəni əməliyyat sistemlərinin belədir ki, birinci onda mənim işim tezdirsə, o məni direktor yola salır. Amma onda belə deyildi. Hansı birinci komanda verirsə, o bitməlidir. Yəni, onunla bir saat da şey olsaydı direktorun otağında, o çıxmayınca mən ixtiyarım yox idi ki, məsələn, girəm onun otağına. Yəni, belə düşünək də. Məsələn, tutaq ki, birinci 100 gigabaytlıq bir informasiya yükləyirik, məsələn deyək. O qutarmayınca sən o birisini bir bit də olsa yükləyə bilməzdin. Çünki vaxt bölgülüydü. Vaxtla işləyirdi ki, hansına birinci komanda verilirsə, o icra olunurdu. Amma müasir əməliyyat sistemlərində elə deyil, real vaxtlıdır. 10 dənə də işi eyni anda icra verəndə hamısını eyni anda icra eləməyə başlayır. Yəni, düşünək ki, direktor heç kimi qapının ağzına gözlətmir. 10 nəfər də eyni anda gələndə hamını eyni anda qəbul edir və hamı eyni anda danışır, hamını eyni anda dinləyir və hamının işini eyni anda icra edir. Baxın, müasir əməliyyat sistemləri belə işləyir, real vaxtlıdır. Bu isə əməliyyat sisteminin daha da indiki əməliyyat sistemlərinin təbii ki, MS-DOS-dan fərqli olaraq daha sürətli və operativ olmasından əlaqədardır. Yəni, MS-DOS necə əməliyyat sistemi idi? Bir məsələli idi, bir istifadəçili idi, bir də vaxt bölgülü idi. MS-DOS-dan başqa yerdə qalan, MS-DOS-dan üzvbəri yaradılan bütün əməliyyat sistemləri necədir? Çox məsələlidir, çox istifadəçilidir, bir də real vaxtlıdır. Sonra müəllimlər, əməliyyat sistemlərinin texnologiyaları var. Üst texnologiyası var. Birinci texnologiya drag and drop texnologiyasıdır. Drag and drop texnologiyası sürüşdür və burax deməkdir. Bu deməkdir ki, hər hansı bir obyektin üzərindən tutub, onu dartıb, hər hansı bir yerə aparıb, sanla da buraxanda orada dayanır. Baxın, bunu dartdım, gətirdim, qoydum bura. Bunu dartdım, gətirdim, qoydum bura. Bu, əməliyyat sistemlərinin drag and drop texnologiyasıdır. Yəni, sürüşdür və neynə? Burax. Harada buraxsan, orada dayanacaq. Əslində, bu vaxt, onu biz inşallah sonralar da danışacaq. Yəni, normalda, baxın, ekranın özü bir qovluqdur əslində, iş masası qovluğudur da, bu robot stol deyirik, desktop deyirik. Bu da bir qovluqdur. Biz əgər o sürüşdür və burax əməliyyatını bir qovluq daxilində ediriksə, burada kət əməliyyatı icra olunur, yəni kəs əməliyyatı. Kəsən zaman, Ctrl X-dir bu, kəsən zaman obyekt yerində qalmır, harada yapışdırsan orada qalır. Həqiqətən də, baxın, mən bunu buradan dartdım, gətirdim, qoydum bura. Burada qalmadı ki, düzdürmü? Bu kət əməliyyatıdır. Amma niyə bu belə oldu? Çünki mən bir qovluq daxilində bunu etdim. Yox, əgər bir qovluqdan başqa qovluğa sürüşdürüb aparsam, məsələn, desktop qovluğundan dokument qovluğuna aparsam, nə bilim, müzik qovluğundan, musiqilər qovluğundan
Aparsam Zagruska qovluğunu aparsam, yükləmələr qovluğundan. Yəni burada normalda qovluqlar, sistem qovluqların burada özünüz görürsünüz. İş masası, musiqi, sənədlər, şəkillər, üç öldü, nə bilim filan digər qovluqlar var. Fərqli qovluqlar arasında eləsəm, burada kopya əməliyyatı olacaq, kopyalama, Ctrl+C. Kəsməklə kopyalamağın fərqi odur ki, kəsilən obyekt yerində qalmır, hara aparsansa ora gedir. Kopyalanan obyekt isə yerində qalaraq onun kopyası gedir. Yəni mən drag and drop texnologiyasını bir daha deyirəm, bir qovluq daxilində edirəmsə, burada əslində kəsmək əməliyyatı icra olunur. Öz köhnə yerində qalmır. Yox. Bir qovluqdan başqa bir qovluğa sürüşdürüb aparıramsa, məsələn deyək ki, sənədlər qovluğuna aparan şəkillər qovluğuna, məsələn, A qovluğundan B qovluğuna. O zaman köhnə qovluqda da qalır. Onun kopyası gedir öz yeni qovluğuna. Burada isə eyni qovluq daxilindədirsə kəsmək əməliyyatı, Ctrl+X, fərqli qovluqlar arasında edirəmsə bunu kopyalamaq əməliyyatı, Ctrl+C. Bu birinci texnologiyadır. Drag and drop, sürüşdür və burax. Və bir şey də mən sizə deyim, burada göstərim. İş masasında belə bir əmr var. Burada indi məndə Azərbaycan dilindədir. Avtonizamlama piktoqramları, e, auto arrange icons'dır ingiliscəsində. Bu əməliyyat icra olanda, baxın, drag and drop texnologiyası işləmir. Bax görürsünüzmü? Dartıram, getmir. Bu da sual düşə bilər ki, hansı iş masasında hansı əmr aktivləşdirəndə drag and drop texnologiyası işləmir? Auto arrange icons, auto arrange icons yazılır ingiliscəsində. Avtomatik simgələrin nizamlanması. Amma bu əmri nizamlama piktoqramları. Mən bunu ləğv elədikdə isə artıq bax görürsüz, artıq yenə də əmr işlədi. İkinci əməliyyatımız isə texnologiyamız isə OLED texnologiyasıdır. OLED texnologiyası nədir? OLED texnologiyası bir proqramdan çıxış vermədən bir proqramın daxilində başqa bir proqramın açılması deməkdir. Baxın, hal-hazırda mən Word proqramını açmışam da, düzdürmü? Bu Word proqramda hazırlandığım bir sənəddir və yaxud da ki, yeni bir Word sənədi yaradım, onun içində göstərim. Baxın, Word sənədi açmışam. İnşallah biz Word dərsində keçəndə bunu keçəcəyik. Word-də biz cədvəl yarada bilərik. Sadə cədvəlləri Word-də yaratmağa icazə verilir. Amma cədvəl yaratmaq üçün daha professional bir proqram var, Excel proqramı. Word-ün daxilində, baxın, Word-ü bağlamadan mən Excel proqramını açıram və Word-ün daxilində, biri var Word-ü bağlayıb açasam, biri var Word-ün daxilində mən Excel proqramı açıram məsələn və başlayıram Excel proqramında bir nəsə bir şey yaratmağa. Ta ki adı, məsələn maaşı, e, ta ki faiz, bu da olsun xalis maaş. Belə bir cədvəl yaradacam məsəl üçün Excel proqramında. Adı olsun məsəl üçün Aynur, maaşı olsun 850 manat, sonra adı olsun Azərin maaşı olsun 700 manat. Kimisə mikrofon açıqdır, səs mane olur. Ad olsun Aydın. Məsələn, Aydının maaşı olsun 900 manat. Nə bilim, bir dənə də olsun Aysel. Hamısı A ilə başladı. Aysel xanımın da maaşı olsun 1200 manat. Ta ki, indi bunlardan da 12% vergi tuturam. Məsələn, biz bilirik ki, ələdin %1 hissəsinə faiz deyilir də. Məsəl üçün, normalda faizi tapmaq üçün 12 aldığımı vururam 12-yə bölürəm 100-ə. Hə. Deməli, bir nəfər üçün tapdım bunu, düzdürmü? Hamı ilə eyni sabit vergi tutulursa, tutdum aşağı, yuxarıdan belə dartdım. Baxın, hamısı üçün öz maaşlarına uyğun vergi hesablandı. Xalis maaşı tapmaq üçün də deməli, kirli puldan çıxdım onun tutulması və hər bir işçi üçün xalis maaş tapıldı və tuturam belə aşağı dartıram, hamısı üçün avtomatik olaraq hesablandı. Yəni bunu mən Excel-də yaratdım. Sonra Excel-in sərhədləri kənarında sağ sol düyməsini vuranda Excel proqramı bağlandı. O cədvəl Word sənədində qaldı. Yəni nə demək istəyirəm? Biz bunu Word-də edə bilməzdik. Edə bilərdik əslində. Yəni onu gərək bir-bir kalkulyatordan hər bir şəxs üçün ayrı-ayrılıqda edək. Amma Excel-də yəni o
Ta ki bir şirkətdə, müəssisədə minlərlə 500-800 əməkdaş çalışırsa, bir üçün edib hamısına tətbiq etmək mümkündür. Yəni Excelin belə bir imkanları var. Və bunu biz Word, əgər o sənədi mən Word-da hazırlayıramsa, gördüyünüz kimi Word-ün içində Excel proqramını köməyə çağırdım və Excel proqramında bunu etdim və ondan sonra çünki Word-ün buna imkanı çatmadı. Sonra Word-ü Excel-i bağladım. Və yaxud da ki Word proqramının içində WordPad proqramının içində biz yaratdıq, yarada bilərik. E, Paint proqramını aça bilərik, orada bir şəkil çəkə bilərik. Elə bil ki, müəyyən bir işdə bacarmadığımız bir iş var, çətinliyimiz var. Qonşunu köməyə çağırıb bizə kömək edir. Yəni nə demək istəyirəm? Bir proqramı bağlamadan onun daxilində başqa bir proqramın açılması adlanır OLE texnologiyası. Üçüncü bir texnologiyamız isə plug and play texnologiyasıdır. Boş və o kimdədir mikrofon açıqdır? Xahiş edirəm, sualımız yoxsa bağlayaq da mikrofonu. Çünki mən fikrim qarışır axı. Sevinç müəllimə, zəhmət olmasa bağlayaq mikrofonu. Sualımız olmadığı halda açmayaq. Çünki səs gəldikdə istər-istəməz mənim fikrim də yayınır. Deməli müəllimlər, üçüncü bir texnologiyamız isə bizdə plug and play texnologiyasıdır. Qoş və çalışdır texnologiyası. Bu nə deməkdir? Məsələn, biz keçən dərsimizdə, proqram təminatı dərsimizdə danışmışdıq driverlərdən. Dedik ki, driverlər xarici qurğuları prosesorla əlaqələndirən proqramdır. Məsələn, normalda mən bir printer almışamsa, printeri kompüterə qoşuramsa, bu zaman o printer işləməyəcək. Çünki mənim kompüterimi o printer kompüterim o printeri tanımır. Əvvəlcə onun driverini yükləmək lazımdır. Driver onu tanıtdıran proqramdır, düzdürmü? Xarici qurğulara. Amma siz sual verə bilərsiniz ki, bəs necə olur ki, kompüterimin mişqası sənə xarab olanda başqa bir sanalı taxan kimi işləyir? Necə ola bilər ki, flash kartı kompüterə taxan kimi işləyir? Necə ola bilər ki, proyektoru kompüterə taxan kimi işləyir? Məhz bunlar da xarici qurğulardır axı. Bəs burada niyə görə driver tələb olunmur? Məyər səni qoşanda, ya kompüterə flash kart qoşanda, ya kompüterə disk qoyanda onların driveri yazılmırmı? Driversiz işləyirmi? Xeyr. Bütün xarici qurğular, kənardan nə qədər xarici qurğu görürsünüzsə, kolonkası olsun, klaviaturası olsun, nə qədər xarici qurğu görürsünüzsə, hamısını deməli, driver əvvəl yüklənməlidir. Axı deyə bilərsən, necə mən sana aldım, qoşdum, işlədi. Yükləmədim axı, bəli. Biz yüklənmiriksə, o demək deyil ki, bunu driversiz yüklənir. Əgər bu günlərin mən evdə üzr istəyirəm, yediyim qabları yumuramsa, demək deyil ki, bu qablar yuyulmur. Bunu bizim əvəzimizdən kimsə edir də. Normalda da bəzi qurğular var ki, əməliyyat sistemi sağ olsun bizə jest eləyib. Elə qurğu var ki, deyir ki, zəhmət çək driverin özünü yüklə, məsələn printer kimi. Elə qurğu var ki, deyir sən narahat olma. Plug and play, qoş və çalışdır. Sən işində ol. Qoş, gerisi mənlikdir. Və bizim əvəzimizdən onun driverini kim yüklüyür? Əməliyyat sistemi öz boynuna götürür. Məsələn, fikir verirsinizmi? Biz sənə kompüterə hər dəfə taxanda bir ding belə bir səs gəlir. Bax, o driverdir. Və yaxud da ki, indi bilmirəm, biz kursda yəni var, bu elektron lövhələr ki var, orada qələmlə işləyirik. Hər dəfə onun driveri tanıtdırırıq, bütün kürsüləri belə vururuq, plus işarəsi var, ondan sonra tanıyır. Və yaxud da ki, flash kartı kompüterə taxan kimi başlayır fırlamağa, fırlanır, sonra açılır. Yəni, o demək ki, bəzi qurğuların, xarici qurğuların driverini bizim əvəzimizdən əməliyyat sistemləri özü yüklüyür. Buna da deyirlər drag and drop texnologiyası. Üzr istəyirəm, plug and play texnologiyası. Qoş və çalışdır. Deməli, mənimlər 3 dənə texnologiyadan danışdıq. Bir daha deyirəm, drag and drop, sürüşdür və burax. OLE texnologiyası bir proqramın daxilində proqramı bağlamadan ikinci proqramın açılması. Üçüncü isə play and plug. Plug and play-dir. Mən səhv yazmışam bunun adını. Plug and play. Qoş və çalışdır. Yəni, normalda bəzi qurğuları driver olmadan xarici qurğuları birbaşa kompüterə qoşulması 3 dənə texnologiyadır. İndi mən sizə qovluqdan danışacağım. Qovluqlar haqqında məlumat verəcəm. Amma bir dəqiqəmiz qalıb çatdırmayacaq. Link atıram, qoşulun və qovluqlar haqqında da danışmağa davam edək.